Ona görə də xahiş edirik ki, partizan işə salılsın, cəmaatın ehtiyacı olsun. Biz suya pul verməkdən hər ay maşına 10 manat, 15 manat elə var 20 manat. Su da ilənir, paçoqda içə bilmirik. Qalırıq ya, xahiş edirik. Vurduğu üçün istiqlərdə verilsin, cəmaatda. Bu bir. İkinci bir tərəfdən bizim yolumuz. Bu Beyləqanlı rayonu Stalinqraddır. 1992-də bax burayla biz erməninin qabağında, mən döyüşçü olmuşam. Bu Stalinqraddır Beyləqanlı. Beyləqanlı Ağcabədi'nin cəmaatı burada dəliləri, gicləri, nömrələrdə bir yana yığdım. Mən avtobusla gicləri Bakıya yolladım. Yoldaş Quliyev Ramiz müstəccən. 700 da iştirak. Bu cəmaatda hamısı şahid. Xahiş edirik ki, bizim bu yol gəlirlər ki, anladırlar bizi. Bizim çıqqılı uşaqlar o da orada yola batır. Birinci sinif 3-4 kilometr yol gedir. Bata-bata gedir. Burada məktəb yoxdur. Balise zadı, görkəmi yoxdur. Heç bir şey yox. Xahiş edirəm. İlham Əliyev, mən bir Quliyev Ramiz Talfanlı olaraq sizdən xahiş edirəm. Bizim bu Beyləqan Talfanlı kəndinə Talfanlıdır, yəni mil. Dədə-baba adı Talfanlıdır. Xahiş edirəm buna bir əncam çəkək. Biz də insanlıq, biz də gələcək. Biz milli qəhrəmanıq. Dədəm qəhrəmandır, əmim qəhrəmandır, Quliyev Şiraslan. Ondan sonra Rəşanda Quliyev, mənim əmimdir. Quliyev Ramiz Müsəv, o da qəhrəmandır. Amma xahiş edirəm bu işdə bir tədbir görəsin. İcra hakimindən də xahiş edirəm, Əzizov, bu işə həqiqətən kömək elə. Ay cəmaat, siz də görürsünüz. Sağ ol, sağ ol. Cəmaatın da tələbi budur.